Zəngilan rayonunun Ağalı kəndi, mən Çiçək Yaraylı, bu mənim arxada gördüyünüz evimdir və mən artıq susmayacağım. İstəyirdim çəkməyim bu haqda video, istəyirdim danışmayım, amma görürəm ki, həqiqətən artıq olmur və mən video çəkməyə məcbur qaldım. Bu mövzuya toxunmağa məcbur qaldım. Yəni, məni buna məcbur etdilər, belə deyim sizə. Çox deyirdim danışmayım, amma artıq olmur, həqiqətən olmur. Niyə görə bizim kəndimizdə, Ağalı kəndində bir dənə məfi bir video görən kimi bütün səhifələr o videoları paylaşır? Niyə bu gözəllikləri paylaşmırsınız? Hə? Niyə bu qədər gözəlliyi bizim bağımızın, bostanımızın, əkinimizi, bunları paylaşmırsınız? Mən bunların hamısını paylaşıram. Götürün bir dəfə də mənim videomu paylaşın da. Götürün bir dəfə də mənim paylaşdığım bu gözəllikləri paylaşın. Görün Qarabağımız, Zəngilanımız, Zəngəzurumuz necə çiçəklənir, necə gözəldir, necə gözəl hala gətirmişik və bundan da gözəl olacaq inşallah. Burada Ağalıda gəzəndə bir dənə yolda gəzirsən insanın ürəyi açılır. O qədər gözəldir evlər, bax belə həyətlər. Buna baxın. Bu gözəllikləri paylaşın da. Buradan daş əyri çıxdı, buradan bura bu oldu. Bunları paylaşmaqdansa bu gözəllikləri paylaşın. Məfi videolar paylaşanda daha çox etkileşim olur. Ona görə paylaşırsınız onları. Niyə bu gözəllikləri paylaşın da? Ondansa qoyun bu cəmaət görsün. Görsün ki, Zəngilanımız necə gözəldir. Baxın, bağa baxırsam bağ olur. Baxmazsam dağ olur. Bizim əkdiyimiz kartoflarımız ailəlikcə. Bağımızı görün necə eləmişik. Baxın buna. Bax, kartof artıq çıxıb. Biz kartofu bağımızdan yeyirik. Göyərtilərimiz. Qış uzunu göyərtini pul verməmişik. Bağımızdan yemişik. Turpumuz 3 aydır, 4 aydır bağdan turp yeyirik. Toyuqlarımız yumurtaya pul vermirik. Toyuq ətinə pul vermirik. Ətə pul vermirik. Toyuq ətini yeyirik. Burada da baxın, toyuqları sizə qoy göstərim. Niyə bunları paylaşmırsınız? Məfi bir şey görən kimi o məfini paylaşırsınız. Səbəb nədir? Bu qədər gözəlliyi paylaşın da. Görün, dövlətimiz bizim üçün necə şərait qurub. Baxın, bu gözəlliyində evə baxırsan ev olur. Baxın, həyətdə əl damı da tikib ki, insanlar toyuğunu, cücəsini saxlaya bilsin. Burada da təzə göyərtiləri əkmişik. Burada da artıq şitillərimiz hamısı əkilib. Şitilləri də bizə dövlətimiz verib. Allah razı olsun. Çox sağ olsunlar. Valla bu evi tikib veriblər. Kombisinə qədər hər bir şəraiti ilə. Allah razı olsun. Mən çox məmnunam. Baxın, şitillərimizin də hamısını əkmişik. Belə. Bu da qonşumuzun həyəti. Görün necə gözəldir. Ağaclar, meyvələr, tərəvəzlər, güllü, çiçəkli, bağlı, bostanlı. Kimsə gəlib bizim həyətimizi əkməyəcək ki, bura bizimdir. Buranı biz əkməliyik, biz gözəlləşdirməliyik, biz çiçəkləndirməliyik. Bu videoları paylaşın da. Bunları paylaşın, bu gözəllikləri göstərin. Mən indi video part 1'dir. Part 2'də sabahlarım kəndimizin gözəl evlərini, gözəl bağlarını, bağçalarını çəkib sizə göstərəcəm. Görün necədir. Çəkib göstərəcəm. Baxın. Sadəcə biraz zəhmət, biraz əziyyət. Baxın ağaclara, hələ çölü də çəkib göstərəcəm. Biraz zəhmət çəkmək, biraz əziyyət, bəli. Mən 6'da 7'də oyanıram. Baxın. Bax, burada nə əkirsən bitir. Torpağa bir toxum düşür, o da bitir. Gedib ağac axtarıb tapıb gətirirəm, əkirəm burada. Baxın, ağacın üstündə meyvə. İndi bunların kompotunu bağlayacağım, bunların turşusunu bağlayacağım, satacağım. Bu il hədəfləmişəm ki, 1000 banka pomidor turşusu bağlayacağım, satacağım. Həm özüm yiyəcəm qışda, həm də satacağım. Kənd həyatı bəs necə olur? Kənddə əkirsən, becərirsən, bağlayırsan, belə tədarük edirsən, bu şəkildə yaşayırsan. Vallahi kənddəki insanlar şəhərdəkilərdən yaxşı yaşayır. Şəhərdə cəmaət kirayədə, probkada min bir əziyyət çəkir. Bu gözəlliyi göstərin də, bu gözəlliyi paylaşın. Niyə paylaşmırsınız? Görün, bax. Bunu da mı kimsə gəlib bizim üçün əkməlidir? Bax, baxın. Xiyarı uca bağdan yeyirik. Xiyar çıxıb indi sabah çəkib göstərəcəm. İndi qaranlıqdır. Qurban olum öz torpağıma, evimə, eşiyimə. Vallahi Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah bütün veteranlarımızdan razı olsun ki, bizim üçün əziyyət çəkiblər. Şəhidlər bu torpaqda qan töküb ki, biz gələk burada yaşayaq, buranı çiçəkləndirək. Şəhid ailələri izləyir məni. Baş əyirəm şəhid ailələri, anaları, yoldaşları, övladları sizlərin qarşısında. Sizlərin haqqınız heç vaxt ödənməz. Buranı bax belə çiçəkləndirir ki, Qarabağ torpağı, Zəngilan, Zəngəzur, baxın. Biz buranı gözəlləşdiririk.
Gözəl idi zaten. Daha da gözəlləşdiririk, çiçəkləndiririk. Burada biz bu gülü əkməsək, bu gül burada bitməyəcək. Bu gözəlliyi biz burada əkməliyik ki, bu gözəllik bitsin. Gələcək nəsillərə ötürürük bunu. Bunları paylaşın da səhifələr. Nə olar ki?